Azərbaycanda Məhərrəm ayı iyunun 16-sında başlayacaq. Aşura günü iyunun 25-nə təsadüf edəcək. 2026-cı ildə İslam təqvimi üzrə mühüm əhəmiyyətə malik olan Məhərrəm ayı iyunun 16-sında başlayacaq. Bu barədə mətbuat az məlumat yayıb. Məhərrəm ayı Hicri qəməri təqvimin ilk ayı olmaqla İslam dünyasında xüsusilə matəm və hüzn ayı kimi qəbul edilir. Bu ayın ən mühüm və yadda qalan günü isə Aşura günü sayılır. Bu il Aşura günü iyunun 25-nə təsadüf edəcək. Aşura günü Hicrətin 61-ci ilində Kərbəla çölündə İmam Hüseyn və onun silahdaşlarının şəhid edildiyi gün kimi tarixə düşüb. Məhz bu səbəbdən də Məhərrəm ayı xüsusilə şiə müsəlmanları üçün kədər və hüzn ayı kimi qeyd olunur. Bu dövrdə dini mərasimlər, məscid və ziyarətgahlarda dualar, mərsiyələr və xütbələrlə İmam Hüseyn mübarizəsi yad edilir. Məhərrəmlikdən sonra gələn Səfər ayı isə iyulun 15-də başlayacaq. Səfər ayı da Hicri təqvimə görə mühüm aylar sırasındadır və bəzi dini inanclara görə bu ayda da müxtəlif ehtiyatlı davranış tövsiyə olunur. Qeyd edək ki, bu aylar ərzində bir çox inanclı insanlar toy və şənliklərdən çəkinir, daha çox ibadətə və mənəvi saflığa yönəlirlər. Məhərrəmlik dövrü Azərbaycanda da dərin hörmət və ehtiramla qarşılanır. Həm fərdi, həm də ictimai səviyyədə dini ayinlərə xüsusi diqqət yetirilir.